bilməyəcəm çünki toylarım başlayır. Ne olur ki dekabr 31'de olanda. Dekabr 31'i artık il bitir. Dekabr 31 yeni il girir də, yeni il daxil olur da. Yəni təzə sətirdən abzastan elə bilin ki, yəni belə cümlə bitir. Təzə sətirdən abzastan. Mən bunu izah eləmək üçün gərək siz mənimlə universiteti birgə addımlayıb gedib gələrdiniz universitetə. Hə canım, hə. Mən burada televiziya kanalı açdım özümə. Mən zaten efirə çıxmırdım ki. Özümün Afət TV'm var. Sağ olsun həyat yoldaşım. Mənə onunla biraz davamız nəyəsə düşdü. O dedi Borçalı TV eləyək. Sən Borçalıda axı Borçalılığın göstərməlidir. Özü də bunlara söz keçirmək olmur. Dedim qanıb qandırmırlar nə mənada. Deyirəm ay qardaş, ay qadan alım qardaş nə idi? Ay həyat yoldaşım. Afət TV. Borçalı söz deyirəm, uzundur, logo yazılanda pul çox gedir. Borçalı, 7 hərfdir. Biri var deyirəm, sən 7 hərfə pul xərcləyəsən. Biri var, Afət, 4 hərf. Dedi, canıma qəbuldur, Borçalı olsun. Biz əslində boşanmamızın səbəbini o vaxt açıq demirdim sizə. Elə o vaxt belə şeylərdə bizim aramızda söz-söhbət yarandı. Axırda da hansı səviyyə çıxdı davamız. Sonra şey oldu, mən deyən oldu, Afət TV, bəli, Afətlə üzünə Afət TV. Ondan sonra mən efirlərə bildirdim ki, xahiş edirəm, hamınıza hörmətim var. Mən reytingi öz efirimə verəcəm. Sizin verilişlərə 5000 dollara gəlirəm. Onlar da dedilər, elə də imkan yaxşı deyil. Baxın da. Yo, indi barışdıq da, mən deyən oldu, Afət TV, bəli, Afət Show. İndi yeni verilişlərim də açılacaq. Yaxşı, burada size sual verirəm də. Sizi ant verirəm Allaha, düz yazın. Mənim xoşuma gəlməyinə görə. Televizora baxırsınız. Gülbiyə Namazova gündə televizordadır. Ərkim ona çatır, onun üçün onun adını çəkirəm. Deyirəm ki, aprelə neçə toyum? Hamı yazır, yox, baxmır. Yaxşı, burada saxlayın. Afət TV-yə 1, 2, 3 saxlayın. Yoxu saxlayın da, bildik, hə, baxmırsınız, bildik. Afət TV-yə baxırsınız. Həci yazır biri, həci yox, hə. O qədər həci söz yazıb ki, telefonda hə yazanda həci gəlir avtomatik. Ay qızı, bax, hə. Çox sağ olun, spasiba. Bəziləri də Rusça yazır, Ruska yazır, şimdi mənim izləyicilərim çox Rusiyadan izləyir. Da yazırlar Rusça. Nəyə danışırdım abi? Yaxşı söhbətim var idi. Nəyi deyirdim? Yadıma salın. Ay sağ olun. Mən də sizi sevirəm. Çox sağ olun. Hə, Ülviyyədən danışdım. Ülviyə Namazova, mənim dəyərli dostum. Ərkim ona çatır da. Hər gün də efirdədir. Məsələn, deyirəm, mənim aprelə 14-15 toyum var. Sizdə vəziyyət necədir? Bir-iki də populyar qızların adını çəkdi. Dedi, maksimum 4 toy, 5 toy. Toy var, deyir. Deyirəm, hər gün efirdəsiz axı. Mən də heç efirdə 4 ildir yoxam da. Bu müğənnilər efirə niyə çıxırmış, indi bildim. Efirə çıxırlar ki, orada danışdıqlarını kəsib paylaşdırsınlar səhifələrə. O, mənə ehtiyac yoxdur. Mənim aparıcım da özüməm, müğənni qonağım da özüməm. Lazım gəlsə sizi boşaram. Başımda işin saçımı bu rəngə çevirmişəm canım. Piyoruşkadır. Papaq əvəzi bunları alladıb restorana girmişəm. Sən deyəsən təzə izləyicisən. Burada evin altında bir restoran var. Düyün papaqlı, sabah papaqsız. Papaqsız girmək olmur bura. 40% indirimdir. Çox sağ olun Makalan. Makalan. Makalan elə bil. Nə oldu da yolla? Ne yaptı yazın görün. Erməni adı. Erməni bizim dildə bilir ki. Özdə yazdı. Afət TV-yə necə baxırsınız? Buradan canlı yayımı sıqırın eləyib fanatlarım, millət, cəmaat, yüzlərlə. Axşamlar YouTube'a öz əlimdən girə bilmirəm ki YouTube'a. Allah haqqı. Haran açıram mən. Yox, pis mən də demirəm. Makalan nə yapdı canım? Rətbəz səndən uzaqlayır. İtinin adını bilməyən Gümüşoy. İndi onunki olmasın. Bu Makalan nədir? Bu deyə yazıblar. Adına bax, yazıb bir öz adını Ramin, Emin, Nurlan, Yeganə, Yeqi, Əli Sambil.